Allah'ı kim yaratıb? Bu sualın əslində cavabı İxlas surəsidir. İxlas surəsində Allah Taala öz haqqında, nə cür bir Allah olduğu haqqında izah edir. Deyir ki, Peyğəmbərimiz Əleyhissalam deyir ki, Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. De ki, Allah birdir. Əhəddir. Əhəd ikincisi olmayan deməkdir. Yəni biz sayda sayırıq 1, 2, 3. O elə birdir ki, onun ikincisi yoxdur. İkinci ayətində deyir ki, Allahus Saməd. Yəni Allah heç bir şeyə möhtac deyil. Hər şey ona möhtacdır. Üçüncü ayətində deyir ki, ləm yəlid və ləm yulad. Yəni doğmayıb, nə də doğulmayıb. Yəni atası, anası hər hansı bir varlıq tərəfindən yaranması olmayıb. Çünki yaradılan ehtiyacdan dolayı yaradılır. Yəni onun yaranmasına ehtiyac var. Yəni belə birisi də Allah ola bilməz. Çünki o ehtiyaclıdır, yaranmağa möhtacdır. Amma Allah yaradandır. Yəni yaradılan deyil, yaradandır. Sonra axırıncı ayətində deyir ki, وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ. Yəni onun heç bir dəngi, ortağı, bərabəri, tayı yoxdur.